Hörmətli kanalımın izləyiciləri, bugün sizə Kilçevatorda kökləndirdiyim ştillərin nə dərəcədə köklənməsini göstərmək istəyirəm. Bu növ Lamborghini növüdür. 2 həftəyə Kilçevatorda belə köklər əmələ gəlib. İndi düzdür, bunu bugün yox, bir 3 gün, 4 gün bundan əvvəl torpağa keçirməliydim. Kökləri bu qədər uzanmamış. Bax, indi mən qabdan onu çıxarıb sizə köklərini aydın göstərirəm. Mən çubuqları kökləndirməyə qoyanda hesabatımı elə götürürəm ki, bayırın havası bunları əkməyə imkan verəndə köklər əmələ gəlsin o vaxta kimi. Gözlər isə bayırda açılsın, istixanada yox, bayırda. Ki, bayırın havası ilə, mühitinə uyğun açılsınlar. Bax, bunların bəzilərinin gözləri artıq çıxdı. Yəni, bayırda bunları əkən kimi tezliklə gözlər açılır. Bax, belə köklərdir. Belə köklərdir. Sizin vaxtınızı köklərin sayını saymaqla almaq istəmirəm. Əgər sizə maraqlıdırsa, stopa qoyub köklərin sayını da özünüzə aydınlaşdıra bilərsiniz. Bu belə ştilləri bəzilərini belə qablara əkirəm. Bu belə qablara əkirəm. Yəni bunlar tezliklə müştəriyə çatdırılmalı ştillərdir. Qalanını da əkirəm torpağa. İndi o torpağa əkdiklərini də göstərərəm. Bunlar da birbaşa torpağa əkilib. Gördüyünüz kimi 2-3 gün ərzində günəşin şüaları altında gözlər açılır və zoğlar işləməyə başlayır.